bunun ordusu var. İstəyir ondan hamısını birləşdirsin, 300 min edir. Ondan artıq deyil. Onlar da Azərbaycanlı deyirlər. Amma biz milyonlarıq, 10 milyonlar yaxınıq. Avropada olanlar, SNG ərazisində olanlar və Azərbaycanın özündə olanlar. Odur ki, hamımız birləşməliyik, bu üsyana qalxmalıyıq. Ki, bunların hamısını həbs edək, qaçanı qaçdı, sonra onları gətirmək bizim üçün çətin olmayacaq və yaxud harada olursa olsun, orada da canını almaq bizim üçün çətin olmayacaq. Çox asandır. Amma biz elə bir rejim quracağıq, elə bir dövlət quracağıq ki, həqiqətən Məmməd Əmin Rəsulzadə özü şax və mat qalacaq ki, həqiqətən necə də gözəl dövlət quracağıq ki, həm hər bir kəs utanmasın, hər bir kəs işləyə bilsin, hər bir kəs sərbəst bizneslə məşğul ola bilsin, hər bir kəs hər istəsə gedib gələ bilsin. Bütün dünyada necə ki, gözəl alimlərimiz iştirak edirlər başqa dövlətlərdə, hamısını dəvət edəcək ki, Azərbaycanın yüksəlməsi üçün bacarıqlı, yəni xalqını sevən insanları dövlət aparatına biz yığacağıq, qoyacağıq. Qanunçuluq üzrə də həmçinin, Ədliyyə Nazirliyi də həmçinin, Prokurorluğu da, Daxili İşlər Nazirliyi də, Milli Təhlükəsizlik Komitəsi də. Yəni ki, Azərbaycanı təmizləməli ki, ağıllı, kamil insanlarımızı 30 işlətsinlər. Biz isə necə deyərlər, nəzarət edəcək ki, bunlar həqiqətən də yollarını azmasınlar, rüşvətxorluqla məşğul olmasınlar. Çünki rüşvət cinayətdir. Xalqın, necə deyərlər, bütün dövlət strukturunu məhv edən bir şeydir. Bu neft, tək neft yoxdur ki Azərbaycan. Azərbaycanda çox şeylər var ki, onlardan da gözəl, yəni ki, işlər görmək olar, yaxşı pul qazanmaq olar, yeni texnologiyaların, yəni inkişafında istifadə eləmək olar. Yeni düzəmdə, yəni ki, böyük düzəm gəlir. Burada da yaxşı dəmir yollarının işləməsi. Ona görə bilirsiniz ki, mən keçən səfərdimdə Laçın Kürt Cumhuriyyəti bunlar yaradırlar. Yəni ki, 92-ci ildə bunun təməlini qoyublar. Siz baxın, görün ki, ona görə də Azərbaycan xalqını Qarabağa portalla gedir. Evləri elə tikiblər ki, heç bir kəs orada otura bilmir. Məsələn üçün, orada Qarabağda öz mal qaralarını otarırlar, öz əkin sahələrini inkişaf elətirlər. Amma Azərbaycan xalqına bir dənə toyuq da saxlamaq icazə vermirlər. Aparıb anladırlar, qoyurlar orada, cəmaət təcdən qaçır oradan. Bu nəyə görədir? Bu ona görədir ki, çünki orada qətiyyən yaşamaq infrastrukturunu xalqımıza qoymayıblar. Baxın, mən yəni burada bəzi sözlər də nədən demək istəyirəm? Neçə illərdir. Bax, bayaqları Akiflə danışırdı, Elşad söhbət edirlər. Elşad Qadikən 3000 məktub yollamışlar. Aliyə xanım 40.000 məktub yollayıb. Baxın ha. Amma bu məktubları bunlar kardılar, sordular, laldılar, görmürlər beni. Görürlər, əməlli baş görür. Bu məktublardan Mehribanın xəbəri yoxdur, İlhamın xəbəri yoxdur. Hamısının xəbəri var. Prokurorluq bilmir bəyən bunu. Hə? Bəyən bunu Daxili İşlər Nazirliyi bilmir. O Siyavuşdur və onunla əlavə qeyri-başqalar ki, çıxırlar, danışırlar ha. Orada nə bilim, Avropada nə bilim, nəyəsə eləyənlər var, nəyəsə Elşadın da adını qoyurlar ortalığa. Və bunlar bilmirlər, niyə çıxıb düzünü demirlər ki, Elşad həqiqətən haqqı uğrunda mübarizə aparır. Qabil həqiqətən Azərbaycan xalqı uğrunda. Qeyri-başqaları, məsələn, Manatdır, gör, saçını ağardıb Manat. Orxan ta nə günə düşüb tutar, neçə də hücum olunub, döyülübdür. Manatın özü döyülübdür. Elşada nə qədər təhdidlər gəldi telefonuna ki, oğlu öldürək, oğlanları öldürəcəyik, sən öldürəcəyik, ailəvi vuracağıq. Baxın, Qabilin üstünə nə qədər hücumlar olubdur. Yəni siz bunları eşidirsiniz, görürsünüz, yəni müəyyən videoları. Bir daha da rəhmətli İskəndəri vurdular, 21 dənə bıçaq vurdular ona. Mirzəliyə görə başına nə oynar? 3 dəfə, 4 dəfə ona Mirzəliyə hücum olundu. Sağla olundu. Güllə atıldı ona. Yəni Allah saxlayanı qoruyur, saxlayır. Və bütün bu siyasi söhbətləri aparanların ailələrinə qarşı hansı təhdidlər olubdur. Siz baxın, görün də, nə qədər görün bunlar alçaq rejimdirlər. İndi də nə başlayıblar? Bir çoxlarının adı nədir? Aparıb türməyə salırlar, elə orada da öldürürlər. Çoxdan bu proses gedir. Yəni bir dənə Stalin yazmaqla apardılar o cürünə cavan iki oğlanı türmədən məhv elədilər. Onun kimi nə qədər? 700-dən yuxarı siyasi məhbuslar otururlar türmədə. Yəni başa düşmək lazımdır ki, bu alçaqlar kimdir də? Yəni bu dövlət deyil axı. Bu rejimdir, rejim. And olsun Allaha, dünənləri danışdığım bir nəfər var idi, mənə məlumat verirdi. Əvvəl müsavatda olub.
Ay bak- sağ ol.